Unudulmaz izlər. Qərbi Azərbaycanın mədəni irsinə səyahət layihəsi çərçivəsində mədəniyyət gecəsi keçirilib. Tədbir Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi ilə baş tutub. Tədbirdə ictimaiyyət nümayəndələri, ziyalılar, müəllimlər, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər. Açılışda çıxış edən Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Pərvinə Qədimova layihənin məqsədi barədə danışıb. Bu layihənin keçirilməsinə səbəb bizim keçən il keçirdiyimiz bir layihə olmuşdu ki, həmin layihədə də biz Qərbi Azərbaycanın mədəni irsinin, eyni zamanda onun tarixinin müəllimlərin vasitəsilə şagirdlərə necə çatdırmaq lazımdır. Və düşündük ki, müəllimlərə niyə biz bir resurs hazırlayıb təqdim eləmirik? Həmin resursu təqdim edərkən isə bizim əsas məqsədimiz Qərbi Azərbaycanın mədəni, maddi və qeyri-maddi irsinin təbliği idi təbii ki. Daha sonra Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli çıxış edərək Qərbi Azərbaycanın tarixinin, mədəniyyətinin və milli irsinin gələcək nəslə çatdırılmasının əhəmiyyətini vurğulayıb. Bizim hədəflərimizdən biri də tarixi yaddaşımızı gənc nəslə çatdırmaqdır və bunun üçün də heç şübhəsiz Qərbi Azərbaycan həqiqətlərini auditoriyalara, siniflərə daşımaq bizim əsas hədəflərimizdən biridir. Və elə hesab edirəm ki, Qərbi Azərbaycan həqiqətlərinin yeni nəslə çatdırılması məsələsində bugünkü tədbirin xüsusilə böyük rolu var. Tədbirdə Prezident Kitabxanasının direktoru Professor Afət Abbasova, Azərbaycan tarixi və tarix dərsliklərinin həmmüəllifi Ramil Tanrıverdi də çıxış edərək tarixi yaddaşın qorunmasının vacibliyini qeyd ediblər. Qərbi Azərbaycan tarixi həmişə bizim yaddaş yerimizdə saxlanılır. Bu tədbirlərin əsas məqsədi odur ki, daim Azərbaycan gəncliyinə, Azərbaycan şagirdlərinə, Azərbaycan vətəndaşlarına Qərbi Azərbaycanın mədəni irsini aşılamaqdır. Təbii ki, bu proses nəticəsində müəllimlərin də burada iştirakı geniş öz əksini tapmışdı. Bu da onu göstərir ki, doğrudan da orta məktəblərdə hər bir müəllimin üzərində çox geniş vəzifələr düşür ki, onlar Qərbi Azərbaycan mövzusunu diqqətdə saxlasınlar. Mədəniyyət gecəsi çərçivəsində layihə üzrə hazırlanmış videoçarx nümayiş olunub. Daha sonra 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin yaradıcı kollektivləri və Azərbaycan Milli Konservatoriyasının müəllimlərinin iştirakı ilə bədii hissə təqdim olunub.